Kəlbəcərdən gəlmişik də. Kəlbəcər qaçqınıyıq. 1992'de gəlmişik. Nasıl geldiniz orada? Zulümlə da kalor gəlirdi, qar yağmışdı. Qardan ancaq maşın çıxırdı. Piyada gəldik, yarı yolu piyada. Ondan maşınla. Zulümlə gəldik Gəncəyə. Gəncədən də gəldik, Tərtərdə yönləşdik. Orada da burada prezidentimiz burada ev tikdi verdi bizə. Orada erməni göz çıxmışdı, tabii eləyibdi. Orada eviniz... Oradaki evimiz təzə tikildi. Özüm riyaziyyat müəllimiyəm, faktikdə orada işləyəcəm. 30 yaşında oradan çıxıb mən gəlmişəm. Bax, nətər gəlmişəm bu formada. Mən nətər görürsünüzsə, 1993-cü il aprel ayının içində belə əli quru, ayağı quru, əli cibində gəlmişik. Heç bir şey götürmədən, heç nə imkanımız olmadı ki götürməyə, ermənilər qoydu ki götürək. Savaş davam edirdi, bu başımızın üstündən güllələr gedirdi, qıratlar gedirdi. Biz qalmışdıq müasirədə. Hələ zorla ki gecə ilə qaçıb çıxmışıq biz oraya. Gəncəyə gəldik. Kaç gün sürdü Gəncəyə gelmek? 3 gün müddətinə gecə gündüz biz yol gəlirdik ancaq gecə gündüz yol gəldik.